İrana qarşı hərbi əməliyyatların yenidən başladığı bu günlərdə Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın verdiyi çoxsaylı açıqlamalar içərisində biri xüsusi diqqət çəkib və mediada müxtəlif şərhlərə səbəb olub. O cümlədən İran Dövlət Televiziyası bu mövzuda geniş ekspert müzakirəsi təşkil edib. Söhbət İranın Külünc dağı adlanan bölgəsində Nətənz nüvə kompleksindən cənubda yerləşən nüvə obyektinə zərbələr endirilməsindən gedir. Biz Külünc dağını məhv edəcəyik. İranlılara deyin hazır olsunlar, deyə Trump bəyan edib. Məşhur aparıcı Hui Trump'tan soruşub. Siz İranın 3 nüvə obyektini məhv etmisiniz. Lakin ola bilər ki, onların Külünc dağında 4-cü nüvə obyekti də olsun. Yeni bir razılaşmaya getməzdən əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişlərinin həmin dərin tunelə daxil olub İranın orada nə işlə məşğul olduğunu yoxlamasında israr edəcəksinizmi? Amerika Birləşmiş Ştatları prezidentinin bu suala cavabı belə olub. Biz ora hava qüvvələrimiz vasitəsilə nəzarət edirik. Bizim çoxlu müşahidə imkanlarımız var. Külünc dağı güclü və böyük bir hücum üçün potensial hədəfdir. Düşünürəm siz bunu görəcəksiniz. Bu hədəf çox ağır bir zərbə ilə birbaşa əsas girişdən vurula bilər. Aparıcının qeyd etdiyi 3 nüvə obyekti ötən il 12 günlük müharibə zamanı ABŞ-nin bombaladığı İsfahan, Nətənz və Fordo obyektləridir. Hərçənd onların tam məhv edilib edilmədiyi mübahisə mövzusudur. İndi məlum olur ki, İranın nəinki xaricdə, hətta ölkənin özündə də çoxlarının adını belə eşitmədiyi sirri və daha böyük dərinlikdə yerləşən nüvə təsisatı varmış. Bu barədə ilk dəfə üstüörtülü şəkildə olsa da 2020-ci ilin sentyabrında İran Atom Enerjisi Təşkilatının o zamanki rəhbəri Əli Əkbər Salehi məlumat verib. O bildirib ki, Nətənz ətrafındakı dağların dərinliyində qabaqcıl sentrifuqaların istehsalı və yığılması üçün yeni obyektin tikintisinə başlanılıb. Salehi əlavə edib ki, bu məkan əvvəllər yerin üstündə fəaliyyət göstərən obyektlərdən daha müasir, daha böyük və daha hərtərəfli olacaq. Beləliklə, yeraltı layihənin mövcudluğu barədə xəbər ilk dəfə xarici dövlət və ya İran hakimiyyətinə müxalif qüvvələr tərəfindən deyil, məhz ölkənin nüvə proqramına rəhbərlik edən ən yüksək vəzifəli şəxsin dilindən səslənib. Aydın olur ki, bu qərar 2020-ci ilin yayında Nətənzdəki sentrifuqa mərkəzində baş vermiş partlayış və yanğından sonra qəbul edilib. Həmin hadisə qabaqcıl sentrifuqaların yerüstü montaj zalının mühüm hissəsini məhv etmişdi. Buna görə İran rəsmiləri əvəzedici mərkəzin daha təhlükəsiz yerə, dağın altına köçürülməsi barədə qərar qəbul ediblər. Sonrakı peyk görüntüləri və topografik hesablamalar da Külünc dağı kompleksinin bəzi hissələrinin qranit qaya süxurlarının altında təxminən 80-100 metr dərinlikdə yerləşdiyini göstərib. Belə dərinlik həm obyektin vurulmasını, həm də mümkün zərərin qiymətləndirilməsini son dərəcə çətinləşdirir. Salehinin açıqlamasından təxminən bir ay sonra David Albright'ın rəhbərliyi ilə Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu Nətənz ətrafındakı dağlıq ərazilərin peyk görüntülərini təhlil edərək geniş hesabat dərc edib. İnstitut Nətənzin cənubunda tikinti meydançasının hazırlanması və logistik dəstək infrastrukturu ilə bağlı əlamətlər müşahidə etdiyini bildirib. Sonrakı mərhələdə kommersiya peyk şəkilləri layihənin həqiqi miqyasını üzə çıxarıb. Dağın hər iki tərəfində yerləşən 4 əsas giriş, qazıntı nəticəsində çıxarılan torpaq yığınlarının artması, giriş yollarının çəkilməsi və kompleks ətrafında təhlükəsizlik halqalarının genişləndirilməsi. Əlbəttə, Külünc dağındakı obyektin əhəmiyyəti ilk növbədə onun Nətənz kompleksi ilə əlaqəsindən irəli gəlir. Nətənz uzun illər İranda ən mühüm uranın zənginləşdirilməsi mərkəzi olub və dəfələrlə təxribat, kiberhücum və hərbi əməliyyatların hədəfinə çevrilib. Odur ki, sentrifuqalarla bağlı infrastrukturun mühüm hissəsinin dağın içərisinə köçürülməsi yerüstü binaların, eləcə də bəzi köhnə yeraltı qurğuların zərbələrə həssaslığına cavab olaraq həyata keçirilib. Bu kompleksin əhəmiyyətini artıran ikinci amil onun potensial imkanlarıdır. İran rəsmiləri onun təyinatını qabaqcıl sentrifuqaların istehsalı və yığılması kimi təqdim ediblər. Lakin buradakı iri zallar və tunel şəbəkəsi həssas avadanlıqların saxlanmasına, material ehtiyatlarının yerləşdirilməsinə, əlaqəli tədqiqatların aparılmasına, hətta sentrifuqa zəncirlərinin quraşdırılmasına da imkan yarada bilər. Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu da zalların ehtimal olunan ölçülərinə əsaslanaraq belə qənaətə gəlib ki, bu kompleks sentrifuqaların montajı ilə yanaşı uranın zənginləşdirilməsi obyektini də yerləşdirə biləcək potensiala malikdir. Üçüncü mühüm amil isə ona hərbi hücumun çətinliyidir. Onlarla metr qaya qatının altında tikilmiş obyekt hətta bunker əleyhinə bombalara belə tab gətirə bilər. Bu cür hədəfə effektiv zərbə endirmək üçün zalların dəqiq yeri, tunellərin marşrutları, havalandırma sistemləri, fövqəladə çıxışlar və konstruksiyanın zəif nöqtələri barədə dəqiq kəşfiyyat məlumatları tələb olunur. Hətta girişlərin bağlanması belə dağın daxilində yerləşən avadanlıqların və materialların tam məhv edilməsi anlamına gəlmir. Təsadüfi deyil ki, Donald Trump'ın Külünc dağı ilə bağlı açıqlamasından sonra burada yerləşən nüvə obyektinin məhv edilə bilməsinin mümkünlüyü mübahisə mövzusuna çevrilib. Hətta haqqında danışılan Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun direktoru David Albright da məsələyə münasibət bildirib.
bildirərək bir İran rəsmisinin Külünc dağına zərbə endirilməsinə sərt cavab verəcəkləri barədə CNN açıqlamasını xatırladıb və yazıb. İranın təhdidləri Külünc dağındakı kompleksin İranın təhlükəsizlik sistemi üçün nə dərəcədə mühüm əhəmiyyət daşıdığını təsdiqləyir. Görəsən onlar nüvə proqramı ilə əlaqəli olduğunu rəsmi şəkildə bəyan etdikləri bu obyektin daxilində nə etməyi planlaşdırırlar? Bununla da məşhur fizik İranın burada hərbi məqsədli işlər həyata keçirə biləcəyinə ilham vurub. Mövcud təhlillərdə Külünc dağındakı obyektin sıradan çıxarılması üçün mümkün ssenarilərdən biri kimi quru əməliyyatından söz açılır. Donald Trump da son çıxışlarında belə bir əməliyyatı istisna etməyib və Fox News-a bildirib ki, quru əməliyyatını bizim əvəzimizə həyata keçirəcək başqa adamlar var. Həmin adamlar kimlərdir? Trump bu barədə heç nə deməyib.